Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda test 10'un izahını verəcəm. Gəlin vaxt itirmədən keçək testimizin izahına. Bir nömrəli sualda nə deyir? Y bərabərdir 4 düz xəttinə nəzərən x üzərinə gəlinsini 2 düz xətti ilə simmetrik olan düz xəttin tənliyini yazın. Bunu bir kənara saxlayaq. 2 dənə yolla izah edəcəm. Yəni vaxtımızın getməyini inşallah bezmərsiniz. İzaha baxmaq üçün gəlmişik. Kimlərsə bilirsə də yığdıra bilər. Deməli, bir dənə A nöqtəsi götürürəm. Bax, bu birinci üsulumuz. A nöqtəsinin koordinatlarını yazdım x, y. Desəm ki, y bərabərdir hər hansı bir A. Düz xəttinə nəzərən. X, y nöqtəsi A düz xəttinə nəzərən simmetrik çevrilərsə, düsturumuz bu haldadır. Olur belə, təzə olan nöqtəmiz, x-imiz qalır, y-imiz bu hala düşür, 2a çıxılsın y. A düz xəttinə nəzərən dediyimiz zaman x, y-in çönüb olduğu hal bu olur. X yerində qalır, y də yerində qalır. Bu a ədədi var ha, nəyə nəzərən demişik? O 2'yə vurulub, ondan da y çıxırsa. Yox desəm ki, x bərabərdir A düz xəttinə nəzərən. X-a yazdım orasını. Onda belə olur. A ştrix x qalmır yerində, y yerində qalır. X-in də başına bu gəlir. 2a çıxılsın x olur. Yaxşı, bu da A düz xəttinə nəzərən olanda. Amma bu nöqtənin çönməyidir, tamam mı? Burada nöqtə çönməyə baş verir. İndi bizdə də nədir sualda? Düz xət verib, nöqtə deyil. Eyni qaydadır. Bax, bu düsturu buradan saxlayıram, silmirəm, kənarda yazıram. Misal üstündə tətbiq eləyək. İndi biz 4 düz xəttinə, elə bil ki, düsturumuzda y bərabər A düz xəttinə nəzərən demədim. 4 düz xəttinə nəzərən deyiriksə, bizim A-mızın qiyməti 4'dür. Həmən buradakı. Deməli, nə baş verir? X-imiz yerində qalmalıdır. Bu tənliyimiz görək nəyə çönəcək? X-imiz yerində qalırsa, x üzərinə gəlinsini 2 olacaq. X-in yerinə x yazdım. Amma y-in yerinə bunu yazacağım. 2a çıxılsın y. Y-in yerinə bunu, x-in yerində bunu yazdım. A-nın qiymətini nə verib? 4 verib. 4'ə nəzərən 2 dəfə 4'üm 8 çıxılsın y. Olacaq belə. Y-i sağ tərəfə göndərsək, y bərabərdir 6 çıxılsın x olacaq. Düzgün cavabımız evəndir. Bu izahı biraz uzun çəkə bilər. 2 dəqiqə 58 saniyə. Amma biləndən sonra rahatdır da. Yəni hər dəfə belə bu şəkildə yazmayacağım. Məsələn, y bərabərdir 5 olsun. Tutalım ki, bu da belə olsun. Y bərabərdir x üzərinə gəlinsin 4. Deyirəm ki, bu nöqtə nəyə çönəcək? Sən də bilirsən ki, düsturum budur. x 2a çıx y. A-nı 5 vermişəm. 2 dəfə 5'im 10. 10 çıx y olacaq. Y-in yerinə 10 çıx y yazacağım. X-in yerinə də x yazacağım. Cavabım belə olacaq. 6 çıx təsadüfə bax, yenə eyni cavab alındı. Yəni bu qismətə. Aydın oldu. İkinci üsulumuz nədir? İkinci üsulumuz da bundan ibarətdir. Y bərabərdir 4 düz xəttinə nəzərən y bərabər x üstə gələk 2 ilə simmetrik olanı göstərək. Qrafik üsulu. Koordinat oxunu çəkərəm. Bizim x üzərinə gəlinsin 2'nin qrafikini quraq. Kx üzərinə gəlsin b funksiyası olduğu üçün, xətti funksiya olduğu üçün x-ə 0 versəm y-i 2 nöqtəsində kəsəcək. Y-ə 0 versəm x-i mənfi 2 nöqtəsində kəsəcək. Mənfi 2 nöqtəsi ilə 2 nöqtəsindən keçən bir düz xət. İndi 4 düz xəttimiz hansıdır? Bu bizim, uzadaq bunu. 4 düz xəttimiz də budur. Bu bizim olsun 4 düz xəttimiz. İndi bax, hətta bunu biraz aşağıdan yazaq, tutaq ki da, tutalım ki bu da buradadır. Düzdürmü? İndi bax, mən bu 4'ə nəzərən bununla simmetrik olan bir düz xətt çəkməliyəm. Onu necə çəkəcəm? Onu bu şəkildə çəkəcəm. Baba. Buradan. Bir dəqiqə. Hətta bunu silim yuxarını. Bunu da silim. Bax, bu şəkildə. Göstərəcəm, tam da aydın olacaq. Həqiqətən
Bu iki dənə düz xəttə bax, nə fikir verin diqqətlə. İzah edirəm yavaş-yavaş. Başa düşmək üçün baş ağrısı verilmək üçün eləmirəm. Burada nəyə nəzərən iki dənə bu düz xəttimiz, bax bu düz xəttlə bu düz xəttimiz, bax bunlar. Bunlarla bu ikisi simmetrikdirlər. Kimə nəzərən? Bax bu 4-ə nəzərən simmetrikik. Çünki bizim ikimizi də buradakı olanda qatlalasan, bunları qatlalasan, kimin üzərinə düşəcək? Bu 4-ün üzərinə düşəcək. İndi sənə lazımdır, bunu var idi onsuz da əlində. Bu da əlində var. Bunun tənliyini qurmaq lazım idi. İndi bunlar simmetrikdirsə 4 ilə 2 arasındakı məsafə nə qədərdir? 2. O zaman bunun da arasında 2 olmalıdır. Demək ki 2 də əlavə eləyəndə bura 2 yazanda nə qədər olacaq? 6 olacaq. Daha sonra necə? İkisinin kəsişmə nöqtəsi var. Bax bunların. Kəsişmə nöqtəsini tapsaq, bunları bir-birinə bərabər eləsək, 4 bərabər x üzərinə gəlinsin 2, x 2 taparam. 2 nöqtəsində bu 2 dənə funksiya kəsişirlər. Bunların arasındakı məsafə 4-dürsə, bunların da arasındakı məsafə 4 olacağından burada 6 olar. O zaman bu xətti silsəm, vəbşi bunları. Mən bunun tənliyi axtarırdım da, bu düz xəttin tənliyini. Demək, y-i kəsən yerimiz b olduğu üçün kx üzərinə gəlsin b-dən, b-nin qiyməti 6-dır. K-nı necə tapırıq? K-mız tangis alfa olduğundan 6-nı 6-ya bölsəm 1 edəcək. Ancaq ikinci, dördüncü rüblərdən keçdiyi üçün mənfi 1 olacaq. K-nı da mənfi 1 tapdım. Cavabımız mənfi x üzərinə gəlsin 6. Yəni E bəndi oldu. Hər iki halda hansı daha qısa idi? Əlbəttə ki, birinci yol. 2 nömrəli suala gəlin bir yerdə baxaq. Bütün ədəd oxunda təyin olunmuş fx funksiyası kəsilməz olduğuna görə b-nin qiymətini tapın. Kəsilməz funksiya nəyə deyilir? Kəsilməz funksiyalar bax bu şəkildə olur, görkəmcidir. Bu şəkildə qırılmalar baş vermir. Yəni funksiya tam olur. Məsələn bu şəkildə davam edir. Məsələn olsun bu şəkildə. Kəsilməyən funksiyalar tərifini deyəcəm, yəni qırılma, orada nöqtə qopması, belə şeylər olmur. Kəsilməz olan funksiyalarda sağ limitlə sol limit bir-birinə bərabərdir. Məsələn, baxın, bu bir funksiya olsun. Tutalım ki, bu da olsun 5 nöqtəsi. Bu olsun 6. Kəsilməz funksiyada qayda budur. İnşallah limit mövzusunda problemimiz olmaz. İzah edəcəm, başa düşəcəksiniz. Limit sözün mənası yaxınlaşma deməkdir. Bu x oxumuzdur da. X 5-ə yaxınlaşsa, sağdanmı, soldanmı? Üzərinə üstə gələk qoysaq, sağdan yaxınlaşma deməkdir. Nə deməkdir? 5-in sağından biz 5-ə doğru gəlsək. Bax, 5-ə doğru gəlirəm. Cavab olaraq mən kimə yaxınlaşıram? Fikir versə, cavab olaraq da yaxınlaşıram 6-ya. O zaman sağ limitimiz 6-dır. 5-ə sağdan yaxınlaşma. Gəl sola baxaq. Əgər soldan yaxınlaşsaydım, üzərinə mənfi qoyurlar. 5-ə soldan yaxınlaşdığımız zaman dibindən yaxınlaşsaq, kobud şəkildə çəkirəm, vaxtımız getməsin deyə, yenə də 6-ya yaxınlaşıram, düzdürmü? Yenə də 6-ya yaxınlaşıram. Bax, kəsilməz funksiyalarda qayda budur. Tam olduğu üçün, yəni funksiyamda qopma olmadığına görə sağ limitlə sol limitin cavabı bir-birinə bərabər olmalıdır. O zaman ən təmiz yolu qaydası necədir? Burada bax, kəsilməz funksiya olduğu üçün x 3-dən kiçik nə deməkdir? 3-ün soldan yaxınlaşma. Yəni 3-ün biz bayaq 5-in solundan yaxınlaşanda belə bilirdik də, düzdürmü? Buradan gəldim, gördünüz. Bu 5-dən kiçik ədədlərdən yaxınlaşma deməkdir. İndi soldan yaxınlaşma zamanı limit x gedərsə 3-ə, soldan, kiçiklər soldan deməkdir. 5-2 çıxaq 8-i hesablayaq. X-in yerinə 3 qoysaq, 3 dəfə 5-im 15, 8 də çıxsaq 7 edəcək. Yox, limit 3-ə gedib sağdan getsə, düsturumuzu da bizə verib 2x üzərinə gəlinsin b. 3 yazsaq yerinə 6 üzərinə gəlinsin b olacaq. İkisi də bir-birinə bərabər olduğuna görə b-min qiyməti 1 olacaq. Yəni sağ limit, sən limitlə yazmasam olardı mı müəllim? Elə 3 aparıb yerinə qoysam düzdür. Sadəcə mahiyyətini izah eləməyə çalışdım ki, uzun çəkmək, misal uzun yazmaq niyyətində deyildim. Düzgün cavabımız A bəndi olacaq. Gəlin baxaq 3 nömrəli suala. 3 nömrəli sualda x-in yerinə mənfi 1 qiymətini qoyacaq. Aparıb yazsaq olacaq mənfi A.
çıxılsın B, çıxılsın 3. Cavab edib -6. Deməli, buradan hər tərəfi mənfiyə bölsək, A üzərinə gəlinsin B üzərinə gəlinsin 3 bərabər 6-ya, A üzərinə gəlinsin B-nin qiyməti də 3 edər. F1-i bizdən soruşur. X-in yerinə bu səfər 1 yazsaq, A üzərinə gəlinsin B üzərinə gəlinsin 3, daha doğrusu çıxılsın 3 olacaq. X-in yerinə 1 yazanda A üzərinə gəlinsin B-nin qiyməti 3 olduğuna görə 3-dən də 3 çıxsaq 0, yəni düzgün cavab B. Gəlin baxaq 4 nömrəli suala. Bizdən F2-nin cavabını 4 verib. X-in yerinə 2 qiymətini yazmaq hər birimizin ağlına gəldi yəqin ki. F2 bərabərdir. 2 vurulsun 2-nin üzərində 1 gələndə 3 edər. 2-lər buradan ixtisar olunduğu üçün F2 F3-ə bərabər oldu. Hər ikisinin də cavabı 4 olduğundan elə F2 4-sə, demək F3 də ona bərabərsə 4-dür. İndi daha sonra nə edərəm? Bax, X-in yerinə bu səfər 3 yazacağam. X-in yerinə 3 yazaq. 2 dənə F3 bərabərdir. 3 vurulsun F4. F3-ün cavabı 4-dür onsuz da. Silib yerinə 4 yazıram. Bu deyilədir 8. F4 nəyə bərabər oldu? F4 bərabər oldu 8 bölü 3-ə. Bu səfər X-in yerinə 4 yazıram. 2 dənə F4 bərabərdir 4 vurulsun F5-ə. F4-ün cavabı 8 bölü 3-dür. Silib yerinə 8 bölü 3 yazıram. 4 ilə 8 gedər 2 qalar. 2 dəfə 2 4. Yəni 4 bölü 3 bərabərdir F5-ə. İndi F6-nı soruşurdu. X-in yerinə 5 yazıram vəssalam. X-in yerinə 5 yazanda 2 dənə F5 bərabərdir. 5 vurulsun F6. F5-in cavabı əlimdə var. 4 bölü 3. Silib yerinə 4 bölü 3 yazıram. 4 dəfə 2 8. Hər tərəfi 5-ə böləndə 8 bölü 15. F6-nın cavabı 8 bölü 15-dən A bəli. 5 nömrəli sualda deyir ki, K-nın hansı qiymətində fx funksiyası ilə gx funksiyasının parabolaları bir-birinə toxunar? Dəftərini yaza bilərsən. 2 funksiya bir-birinə parabola toxunarsa, 2 funksiya toxunarsa, həm özləri toxunma nöqtələrindəki qiymət deyirəm də, həm özləri, həm də törəmələri bərabərdir. Törəmələri bərabərdir. Bax, bunu dəftərinə yaza bilərsən. Ümid edirəm yazdın. İndi bunun nə olduğunu sənə göstərim. 2 dənə funksiya çəkəcəm toxuna. Biri belə getsin, biri də belə getsin. Bunların toxunduğu bu nöqtədə var ha. Törəmələr eynidir. Törəmə nə deməkdir? Keçən düz xəttin x oxu ilə əmələ gətirdiyi bu bucağa biz törəmə ilə tapırdıq da. İndi sənin başını ağrıtmaq istəmirəm. Törəmə dərsinə yeri gəlsə deyərəm bunu. Buna toxunan da düz xətt budur. Buna toxunan da düz xətt, hər ikisinə toxunan düz xətt eyni olduğu üçün, hər ikisinin toxunan düz xətt, yəni sən bu nöqtədə nə qədər düz xətt çəkə bilərsən ki, bir dənə çəkərəm də. Hər ikisinin toxunan düz xətti eyni olduğuna görə törəmələri eynidir deyirsən və özləri də eynidir. Gəl belə yazıram. İlk öncə özlərini bərabərləşdirirəm toxunma nöqtələrini tapmaq üçün. 2x-in kvadratı çıxılsın 5x, üzərinə gəlinsin k bərabərdir x kvadratı, üzərinə gəlinsin 3x, çıxılsın 2k, üzərinə gəlinsin 1. Bunlar ixtisar gedər, qalar x-in kvadratı, çıxılsın 8x, üzərinə gəlinsin 3k, çıxılsın 1, bərabərdir 0-a. Düzdürmü? İndi bu özləri bərabərləşdirməyə yazdım. Bir də törəmələri bərabərdir. F'(x) nəyə bərabərdir? Törəmə belə tapılır. Qüvvət önə gəlib, üstü bir vahid azalır. 4x. 5x-in törəməsi 5 edər. Sabit ədədin törəməsi 0 etdiyindən yazmıram. Gəldik. J(x)in törəməsi, x kvadratın törəməsi 2x, 3x-in törəməsi 3 edər. Törəmələri bir-birinə bərabərləşdirsək, 4x çıxılsın 5 bərabər 2x, üzərinə gəlinsin 3-ə. 2x 8-ə bərabərdir, x 4-ə bərabərdir. X-in yerinə 4 yazsaq 16 çıxılsın 32, üzərinə gəlinsin 3k, çıxılsın 1, 0 edər. Mənfi 16 üstə gələk 3k çıx 1, 0 edər. 3k 17 edər. K-nın qiyməti də 17 bölü 3 edər. Düzgün cavab C bəndi. İki funksiya toxunarsa, həm özləri bərabər olur, həm törəmələri bərabər olur. Qəşəng qaydadır, dəftərinə yaz.
Hara yazdım. Sildim. Mən sildim, sən yaz dəftərinə. 6 nömrəli sualda bizə belə bir tənliş veribdir. Bizdən bunun qiymətini istəyir. Normalda nə edirik? X-in yerinə aparıb, indi nə düşünüm ki, nə qoysaq X-in yerinə buranın cavabı 3 eləyər. Bunu düşünməyəcəm. Axır əvvəl mənim məqsədim X üzərinə gəlinsin 3 bölü X-in bunun cavabının axır əvvəl 3 olması deyilmi? Ki f 3 olsun da bura. Buna çalışmıram, buna çalışıram. Gəl indi belə yazaq. Tutalım ki, bura mən 3'ü də yazdım. Bura yazdım f3. Bax, yazıram. f3. 3'ə bərabər elədim də buranı. İndi bu nəyə bərabərdir? Buradan x kvadratını, bunlar ixtisar getsə, ayrı-ayrı kəsirlərdə yazsam, olarmı x üstü 4 bölü x kvadratı? 9 bölü x kvadratı. Bunlar gedər qalar x kvadratı üzərinə gəlinsin 9 bölü x kvadratı. Mən bunu axtarıram. F3'ün budur da düzdür. İndi bərabər mənə verilən bunun kvadrata yüksəldirəm. X-in kvadratı üzərinə gəlinsin 9 bölü, yaxşı, birinci ilə ikincinin hasilinin 2 misli 6. Üstə gələk ikincinin kvadratı bərabərdir 9'a. X kvadratı üzərinə gəlinsin 9 bölü x kvadratı bərabərdir 3'ə. Bunun cavabını axtarırdım. Cavabım 3'ə bərabər oldu. Yəni f3'ün cavabı 3, B bəndi. Düzgün cavab. 7 nömrəli sualda bir funksiya veribdir. Bizə deyir tərsi 5 8'ə bərabərdir. Funksiyanın tərsi deməkdir bu. Əgər tərsində 5 8'ə bərabərdirsə, demək funksiyada 8 5'ə bərabərdir. Yəqin ki, bu qədər məlumatımız var. F8 5'dirsə, f tərsi 5 8 olur. İndi bunu bildim. Bax, f8 5'ə bərabərdir. Bunu hətta sən belə böyüdüm. Bax, qəşəngcənə. f8 5'ə bərabərsə, demək bura 5 olmalıdır. Bunlar, bu 5 olmalıdır. Burada 8 olmalıdır da. O zaman x-ə nə verək? 5 olsun deyə x-ə 1 versək ödəyir. X-ə 1 versək bura 5 edir. X-ə 1 versək. Demək x-ə 1 versək burada 8 etməlidir. Yəni 2 üzərinə gəlinsin a. X-ə 1 verirəm. 1-dən 3 çıxanda mənfi 2 bərabərdir 8'ə. 2 üzərinə gəlinsin a mənfi 16 edər. A da buradan mənfi 18 edər. C bəndi. 8 nömrəli sualda deyir ki, fx xətti funksiyası üçün f tərsi 5 4'dür. F tərsi 5 4'dür. Tərsi f mənfi 9 mənfi 3'dür. F1 soruşur. Xətti funksiyasını mənə bildirirsə, demək ki, f2 k2 üzərinə gəlinsin b funksiyasıdır. Gəlin bunu belə bir sərgiyə salaq. Baxın, bu burada dursun. F tərsi 5 4'dürsə, f 4 nəyə bərabərdir? 5'ə. Düzdürmü? Burada f tərsi mənfi 9 mənfi 3'dürsə, demək f mənfi 3 də mənfi 9'a bərabərdir. Yəni 4 yazsaq cavab 5 çıxmalıdır. X-in yerinə 4 yazsaq cavab 5 çıxmalıdır. Yəni 5 bərabər 4k üstə gələk b. Və yaxud da x-in yerinə mənfi 3 yazsaq cavab mənfi 9 çıxmalıdır. Mənfi 9 bərabərdir. Mənfi 3k üstə gələk b. Bunu tərəf-tərəfə çıxsaq 14 bərabərdir. 7k b'lər gedər. K'nın qiyməti 2 edər. Burada yuxarıda yerinə yazsaq 2 dəfə 4'üm 8'in üzərinə gəlsək 5 edər. Mənfi 3. Demək b'mizin qiyməti mənfi 3'dür. Bunu silib mənfi 3 yazıram. K'nın qiyməti 2 tapdığımız üçün 2x çıxaq 3 yazıram. Məndən f1'in qiymətini istəyirdi. Burada artıq tənlikdə x-in yerinə 1 qoysaq 2 çıxılsın 3, cavab mənfi 1. Düzgün cavabımız E bəndi olacaq. Gəlin baxaq 9 nömrəli suala. Burada deyir ki, bizə ekstremum nöqtəsini tapın. Ekstremum nöqtəsi ilə bir nöqtədir ki, ya maksimum nöqtədir. Məsələn, bax, ya maksimum nöqtələri nəzərdə tutur, ya da minimum nöqtəni nəzərdə tutur. Bir funksiyada maksimum, yəni ən böyük qiymətdə bir funksiyanın çatacağı ən böyük qiymətlər və yaxud da ən kiçik qiymətlər bizim minimum maksimum nöqtələrimizdir. Bunların hər biri ekstremum sayılır. Önəmli deyil, sən maksimumu tapdın, minimumu tapdın. Bizə bunlar ekstremum nöqtəsi sayılır. İndi bizə verilən funksiyada bu şəkildədir. Sən burada bunun ən böyük qiymətini taparsan,
ən kiçik mi qiymət taparsan. 2 sabit ədəddir, işin olmasın. 5 də sabit ədəddir, işin olmasın. Modulun cavabını istədiyin qədər böyüdə bilərsən. Tutalım 100 elədin. 2-ni 105-ə bölətsən. Daha doğrusu 1000 elədin. 2-ni 1005-ə bölətsən. Cavabım kiçilə gedir. Demək ki, bunun ən azı yoxdur. Yəni o qədər böyüdərəm ki, məxrəci 2 zərrə, yəni zərrə belə qalmaz. 2 elə belə də bölünər. Amma bunun ən böyük qiyməti olması üçün gərək 2-ni az bir şeyə bölüm. Modulda ən kiçik 0 dəyərini alar. 3x çıxılsın 2-ni 0-a bərabər edirəm. 3x 2 olur. X-in də qiyməti 2/3. 2/3 qoysam bura 0 etdiyindən ən böyük qiymətimiz 0,4 olacaq. Bizim ekstremum nöqtəmiz kim oldu? 2/3 B-bəndi. 10 nömrəli sualda isə bizə funksiyanın ekstremumunu tapın deyir. Bax, önəmli məqam nədir? Ekstremum nöqtəsi nədir? Ekstremum qiyməti nədir? Bax, yenə belə bir şəkil çəkdim. Bu bizim təpə nöqtəmiz olsun. Bunun x oxunda x-ə nə verdin ki, bu qiyməti aldı? Bax, buna deyirlər ekstremum. Bax, buna nöqtə x-ə nə verdin? Amma cavab olaraq nə aldın? Yəni, ən böyük cavab tamam nə aldın? Buna deyirlər qiymət. Və yaxud da ekstremumu. Yəni, bunun cavabı, ekstremumu. Bu cavabdır. Nöqtə dediyimiz x-in aldığı cavabdır. Yəni, x-ə nə verdin ki, o qiyməti aldı? Aydın oldu. İndi gəl bir dənə sualımıza baxaq. Bizdən soruşur ki, ekstremumunu tapın. Yəni, y-in aldığı cavabı tapaq. Tamam. Kvadratik funksiyada yadda saxla ax kvadrat üzərinə gəlinsin bx üzərinə gəlinsin c. Əgər bu a müsbətdirsə, qollar yuxarı olduğu üçün bizim ən kiçik qiymətimiz var. Nəyimiz var? Ən kiçik qiymətimiz var. Çünki parabolanın qolları yuxarı olduğundan ən kiçik qiymət var, ən böyük qiymət də yoxdur. Onun üçün ən böyük qiymət yoxdursa onu mən zaten tapa bilmərəm, amma ən kiçiyi tapa bilərəm. Gəl görək bu cavab ən kiçik nə alır? Bunun da tapılma yolları müxtəlifdir. İndi bir sualın içində 5-6 dənə bir şey öyrətməyə çalışıram. Ümid edirəm ki, çoxumuz da bunu bilirik. Bunun ən kiçik qiymətin tapılmağının da bir neçə yolu var. Yollarından birini deyirəm. Vuruqlara ayırma üsulu. Birinci yol. 2 çıxılsın, 2-nin yarısını götür. 1-in kvadratı. Mən belə yazıram. Ən sevdiyim yollardan biridir. Hər zaman burada duran ədədin kvadratını çıx 1. Üzərinə də gəl 2. 2-dən 1 çıxdı. Nə qaldı? 1. Bu çöldə duran qiymət var ha. Bizim ən kiçik qiymətimizdir. Yəni 1. Demək ki, bura 1 olacaq. Burada 2 olacaq. Ekstremum nöqtəsini soruşsaydı cavabımız deməli nə olacaqdı? 1 olmayacaqdı əlbəttə ki. Ekstremum nöqtəsi, indi deyəcəm. 2-ni 1-ə böləndə 2 elədi. Bax, bu bizim ekstremumumuzdur. Qiymət olaraq bizim məxrəcimiz ən kiçik 1 aldı. 2-ni də 1-ə böləndə 2 elədi. Cavabımız A bəndi oldu. Amma sən x-ə nə verdin ki, bura 1 oldu? Yəni, x-ə nə qiyməti verdin? Sən burada 1-i götürdün. Çünki bunu saymadın. Bunu saymamaq, bunu 0 olmaq deməkdir. X-in yerinə 1 qoydun. Həm bir ekstremum nöqtəsi oldu, həm də ekstremum qiyməti oldu. İkinci ən kiçik qiymətin tapılma yolları m-in qaydasıdır. Burada düsturunu yazım. M bərabər mənfi 1 bölü 2a. Buradan istifadə edərək siz x-i tapasınız, cavab 1 tapasınız. Aparıb bir də 1-i yerinə qoyasınız burada. Onu da deyirlər n, yəni ən kiçik qiymət yenə 1 tapasınız. Qısacası ekstremum nöqtəsi x-in qiyməti, ekstremumda qiyməti y-in qiymətidir. Gəlin baxaq 11 nömrəli suala. Bizə belə bir funksiya verib, deyir mənfi sonsuzluqdan 1, 1, 2 və 2 müsbət sonsuzluq aralığında təyin olunmuş funksiyanın qiymətlər çoxluğunu tapın. Bu tip suallarda qiymətlər çoxluğunu tapanda üzr istəyirəm, üstü kvadratik olanlarda bax. Digərlərini tapmaq asandır da, m-dən tapırıq. Burada nə edirik? Y-ə bərabərləşdirirsən. Diqqətlə qulaq as. Bax, bu fx-də silirəm. Y-ə bərabərləşdirdim ki, bunu çarpaz vuraq. Olacaq belə. 2x kvadratı y çıx 3xy üstə gələk 2y bərabər 4x kvadratı çıx 12x üzərinə gəlinsin 7. Düzdürmü? Buradan x kvadratı y çıx 4x kvadratı. Hamısını sola keçirib uyğunlaşdırıram. 3xy üzərinə gəlinsin 12x. Üzərinə gəlinsin 2y çıxılsın 7. Bərabər 0-a.
X kvadratının ortaq mötərizə xaricinə çıxardıram. Burada qaldı y çıxılsın 4. Çıxılsın. 3y çıx 10 yazıram. X-i mötərizə xaricinə çıxarıram. Hər ikisini də x-i mötərizə xaricinə çıxartdım. 3y çıxaq 10 yazdım. Üstə gəlinsin 2y çıxılsın 7 0. Bax, niyə belə yazdım? İndi qulaq as. Qiymətlər çoxluğunu məndən istəyir. Qiymətlər çoxluğu y-in alacağı cavablar mənasına gəlir. Təyin oblastı x-in aldığı, x-ə nə verə biləcəyimiz cavablardır. Qiymətlər isə y-in. İndi mənə y lazımdır. İndi bu tənliyimin cavabını sıfıra bərabər elədik normal olaraq. İndi bunun həllinin olması üçün, həlli demək kökü olmağı da, yəni niyə sıfır oldu? Bunun kökün olması üçün diskriminant ya sıfır ola, ya da sıfırdan böyük ola. Yəni qısacası sıfırdan böyük bərabər olmalı. Bunu həll etsək, b kvadrat çıxılsın 4ac düsturuna görə b'miz burada budur. Yəni 3y çıxılsın onun kvadratı çıxılsın 4ac 4. A'mız y çıxılsın 4. C'miz 2y çıxılsın 7. Narahat olmayın, qəşəng də cavab olacaq. Bunu həll etsək, 9y kvadratı çıxılsın 60y üzərinə gəlinsin 100. Deməli, çıxılsın 4 vurulsun. Bunu həll etsək, 2y kvadratı çıxılsın 7y, çıxılsın 8y, üzərinə gəlinsin 28. Bunu atsaq, 8y kvadratı mənfi 15y gedir də bu. Üzərinə gəlinsin 60y, çıxılsın 112. Burada nə qalıb? 9y kvadratı çıxılsın 60y, üzərinə gəlinsin 100. Mənfi 60y müsbət gedər. 9y kvadratından 8y kvadrat çıxanda y kvadratı. 100-dən 112 çıxanda çıxılsın 12. Böyük bərabər 0-a. Bərabərsizliyi belə həll edirdik. Y çıxılsın. Nəyin kvadratı 12-dir? Kök 12. Y üstə gələk kök 12. Kök 12 deməkdə 2 kök 3 deməkdir. Bunu da belə sələqəli yazaq. Ədəd oxunda mənfi 2 kök 3 ilə müsbət 2 kök 3'ü qeyd edirdik. Y-lərimin əmsalı müsbət olduğundan müsbət mənfi müsbət yazırdıq. Bizə sıfırdan böyük aralıq lazım olduğundan müsbət olan yerləri mənfi sonsuzluqdan mənfi 2 kök 3'ə kimi birləşir. 2 kök 3'dən müsbət sonsuzluğa kimi olan cavabımızı götürəcək. Düzgün cavab C bəndi. Gəlin baxaq 12 nömrəli sualı. Bizə funksiyanın tərsini tapıb 8'də 1 ilə tərsini tapıb sonra 1 qoymağı, hesablamağı bizdən istəyir. İlk öncə gəlin bu funksiyaların tərsini tapaq. Birincisindən, bax bundan başlayıram. Y-dən yazıram. 2,5 çıxılsın x yazdım. Bu şəkildə. Tərsini tapanda x ilə y yerini dəyişərdi. Yəni x bərabərdir 2,5 çıx y. Y-i tapası olsam 2,5 çıx 2 olacaq. Yenə tərsi dəyişmədi, eybi yox. Funksiyamın tərsi bu şəkildə olacaq. F tərsi 2. Deməli 2,5 çıx 2 olacaq. Tərsini tapanda x ilə y də yerini dəyişirdi. Bayaq necə idi vəziyyətimiz? Bayaq, bir dənə bunu kənarda yazın. Bayaq bizim x-imiz 2 ilə, bunu da belə yazın, 2 ilə mənfi 10 arasında dəyişərdi. Düzdürmü? Bizim bu x-imiz. İndi tərsini tapanda x ilə y yer dəyişdiyi üçün y-imiz 2 ilə mənfi 10 arasında yer dəyişəcək. O zaman mənim y-im də budur. O zaman mənim bu cavabım, yəni 2,5 çıx x-im 2 ilə mənfi 10 arasında yer dəyişər. Bu bərabərsizliyi həll etsək, hər tərəfdən 2,5 çıxsaq, olacaq mənfi 12,5 kiçikdir mənfi x-dən, kiçikdir mənfi 0,5-dən. Hər tərəfi mənfiyə vursaq, x-imiz böyük olacaq 0,5-dən, kiçik olacaq 12,5-dən. Bu da bizim yeni təyin oblastımızdır ki, bunu da buraya yazacağım. X-imiz 0,5-dən böyükdür. Nədən kiçikdir? 12,5-dən. Bunu yazdıq. Daha sonra ikincisini həll edək. Tərsini tapaq. Bunları silsəm, olar da yəqin ki. Haqqınızı hal eləyin. Y bərabərdir 2 bölü x kvadratı. Təyin oblastımda 4 ilə 2 arasındadır. X ilə y yer dəyişərsə tərsini tapanda 2 bölü y kvadratı.
O zaman y-im də yer dəyişdiyi üçün 4 ilə 2 arasında cavab almalıdır. İndi mən buradan y-i tapası olsam, y kvadratı bərabər 2 bölü x-ə, y-im də bərabərdir kök altında 2 bölü x olacaq. Bir plus variant ola bilər. Bir də mənfi 2 bölü x. Ancaq y-im bu aralıqda olduğu üçün müsbət olduğundan mənfini götürməyəcəm. Bax, bunu götürəcəm. Düzdürmü? Bunu tapdım. Əla. İndi mənim bu y-im, yəni 2 bölü x-im 4 ilə 2 arasında qiymət alır. Kvadrata yüksəlsəm 16. Hər tərəfi deməli 2-yə bölsəm, bir də bunu tərs çevirsəm, tərs çevirəndə necə olurdu? İşarələr də dəyişirdi. 2-də 1, 2 böyük bərabər olacaq 8-də 1-dən. Yəni 2 8-də 1-dən böyük, 2-də 1-dən kiçik. 2 8-də 1-dən böyük, 2-də 1-dən kiçik olacaq. Təzə təyin oblastım. Tərsim də nədir? Tərsim də budur. Kök altında 2 bölü x. Vəssalam. Bitdi, getdi. Bax, bu qədər. İndi nə qayıracaq? Məndən nə istəyir? Tərsini tap 8-də 1 yaz. Tərsini tap deyir. 1 yaz yerinə. Sən bu 1-i hara yazacam yerinə? 0.5 ilə 12.5 arasında 1 varmı? Var. Demək ki, bu 1-i aparıb burada birinci funksiyada yerinə yazacam. 8-də 1 də aparıb 8-də 1 olan, uyğun olan yerinə yazacam da. İndi f 8-də 1-i tapsaq, f 8-də 1 nəyə bərabərdir? Burada altda yerinə yazacam. Bax, bunun yerinə. 8-də 1 yazanda 8 qalxar yuxarı, 16 edər. 16-dan da nə çıxar? 4 çıxar. F8-də 1-in cavabı 4-dür. Bunun cavabı 4. Üstə gələk. F1-in cavabı nədir? Bunu da yuxarıda yerinə yazacam. X-in yerinə 1 yazanda 2.5-dən 1 çıxanda 1.5 edəcək. Bunun da cavabı 1.5 etdi. Yəni toplam cavabımız 5.5. Düzgün cavab A bəndi olacaq. Gəlin baxaq 13 nömrəli suala. Bizə deyir 0 müsbət sonsuzluq aralığında təyin olunmuş fx bərabərdir 1 üzərinə gəlinsin kök x plus 1 funksiyası verilibdir. Funksiyanın özünün tərsinə bərabər olduğunu bizə göstərir. Burada nəyə bilməliyik? Funksiya özünə nə zaman tərsi, özünə nə zaman bərabər olur? Bax, əgər f, diqqətlə bax, f2 bərabərdir 3 deyəndə bu nə deməkdir? X-ə verdiyin dəyər y-in aldığı cavab. Biz tərsini tapanda, x-lə y yerin dəyişirdi. F3-ün cavabı 2 deyə oxuyurduq. Düzdürmü? Bu normal bir funksiyanın tərsinin tapılmağıdır. Bunu koordinat oxumda göstərəndə bu şəkildə olur. Bura x oxu, bura y oxu. X-ə 2 verdim, tutalım ki, cavabı 3 aldım. Amma tərsini oxuyanda deyirlər ki, 3 verdim, 2 aldım. Normalda da deyirik ki, 2 verdik, 3 aldıq. Düzdür? Bu normal tərsinin tapılmağı. Amma bizə bu lazım deyil. Bizə funksiyanın tərsinin də özünün də qiymətinin eyni olmaq lazımdır. Hal-hazırda görürsünüz 2 verəndə 3 alırsan, 3 verəndə 2 alırsan, fərqli cavablar alırsan. Cavabların müxtəlifdir. Funksiyanın tərsi özünə o zaman bərabər olur ki, bax bu halda olsaydı f2 2-dir. Yox, tərsini tapanda x-lə y-in yerini dəyişəndə yenə də cavab eyni olur. Həqiqətən funksiyanın özü ilə tərsi eyni olur. Demək ki, bura bu şəkildə olmalıdır. Qısacası funksiyanın tərsi özünə bərabər olan zaman fx-in cavabı x-ə bərabər olmalıdır ki, biz bunun tərsini tapanda x içəri girəndə yenə nəticə etibarı ilə cavab dəyişməsin. Əla, onda müəllim bunu başa düşdüksə, funksiyamız budurmu? Dedik ki, içəridəki elə cavabımız olmalıdır. O zaman bizə verilən funksiya bu şəkildədir. Bunu bərabər edəcəm elə x-in özünə. Gəl bunu həll edək. Kök altında x üzərinə gəlinsin 1 bərabərdir. Biri sağ tərəfə göndərəndə 2 çıxılsın 1. Hər tərəfi kvadrata yüksəldib kökdən azad eləsək, x üzərinə gəlinsin 1 bərabərdir. X kvadratı çıx 2x üzərinə gəlinsin 1. Burada birlər islah olunar. X kvadratı çıx 3x bərabərdir 0-a. X-in mötərizə xaricinə çıxarsa,
x bərabər 0, x bərabər 3 tənliyimin kökləridir. Hansını götürəcəm? Əlbəttə ki, 3-ü götürəcəm. Niyə? Biz bunu kvadrata yüksəltmədən qabaq hal-hazırda baxın, x-in yerinə 0 qiymətini qoyanda kökün cavabı mənfi olar. Kök də mənfi olmayacağına görə tənliyimizin kökü 3, yəni C bəndi olacaq. İndi mən izah eləyəcəm. İzah eləmədən qabaq istəyirsənsə sən bax bu sualı özün yazmağa çalış. Funksiyanın tərsi özünə bərabərdir. Yəni funksiyanın özü veribdir, sən bunu x-ə bərabər edib həll edəsən. Yaxşı, mən yazmadan qabaq bir özün bax. Gəlin baxaq 14 nömrəli suala. Bizə deyir fx bərabər 4 bölü x üzərinə gəlinsin 3-dür. Jx-in də qiymətini verib funksiyaların. Fx-in təyin oblastı 0-dan müsbət sonsuzluğadır. Jx-in təyin oblastı 2-dən müsbət sonsuzluğadır. Təyin oblastda nədir? X-ə verəcəyimiz qiymətlər, verə biləcəyimiz qiymətlər. Aşağıda mürəkkəb bir funksiya verib. F jx 1-ə bərabərdir. Bu nə deməkdir? F jx. Bax, bu şəkildə yazılır, 1-ə bərabərdir. Müəllim moduldadır, tamam, modula salarıq, hələ ki, belə yazırım. İndi, fx-imizdə təyin oblastı nə deməkdir? X-in alacağı qiymətlər. X-in hansı aralıqda qiymət alır? Bax, bu. Müəllim, 0-dan müsbət sonsuzluğa, əla. Demək ki, bizim x-imiz 0-dan kiçik olsa onu götürməyəcək, düzdür? İndi məndən f jx istəyir. Bu nə deməkdir? Jx-i fx-in içində olduğu üçün elə bil ki, jx-in qiymətini fx-də yerinə yaz deməkdir də bu. Bunu belə yazıram. Jx-in cavabı nədir bu? 9 çıx 2x kvadratı. Fx-in cavabı nədir? 4 bölü 2x üstə gələk 3. Cavab 1-dir, non yazacağım. İndi burada verilən ifadəni x-in yerində dayandığı üçün aparıb bura yazmıram. Bəli, müəllim, aparıb bunu biz bura yazacağıq. İndi bax, başdan sonradan səhv eləməmək üçün indidən bu hərəkətləri eləyirəm. Təyin oblastımız 0-dan müsbət sonsuzluğadır. Mənim bu x-im 0-dan böyükdür. İndi sən bu x-in yerinə bunu yazanda yenə, yəni bu nəyin qiymətidir? Jx-in qiyməti. Bu istər-istəməz bura yazılacaq da. Düzdür? İstən hələ bunu belə yazım, daha aydın olsun bax. Jx. X-in yerinə jx yazmayacaqsan, yazarsan. Sən təyin oblastın bu oldu. Demək bu da 0-dan böyük olmalıdır. Yəni jx-in 0-dan böyük olmalıdır. Çünki mənim təyin oblastım artıq budur. Jx-in cavabı nədir? 9 çıx 2x kvadratı da 0-dan böyük olmalıdır. Həll eləmirəm. Belə də qalsın. İndi jx-in qiymətini yazaq yerinə 9 çıx 2x kvadratı. 9 çıx 2x kvadratı. Bunu hesablasaq 12 çıx 2x kvadrat edər. Vəssalam. Bitdi, getdi. Bax, f-i j-nin içinə yazdıq. İndi modula salaq. Cavabımız nəyə bərabərdir bizim? Bizim cavabımız 1-ə bərabərdir. Düzdürmü? Bunu da belə modula salaq. Gəl bunu həll edək. 4 bölü 12 çıx 2x kvadratını bir dəfə 1-ə bərabər edirəm. Modul necə həll edirik? Bunu həll etsək. Bir dəfə də mənfi 1-ə. 12 çıx 2x kvadratını bir dəfə də mənfi 1-ə bərabər edib həll edək. Bunu hesablasaq, mənfi 2x kvadratı üzərinə gəlinsin 12 bərabərdir 4-ə. Mənfi 2x kvadratı bərabərdir mənfi 8-ə. X kvadratı 4-ə bərabərdir. X ya 2-dir ya da mənfi 2-dir. Ancaq biz x-in 0-dan böyük olduğunu bildiyimiz üçün mənfi 2-ni götürməyəcək. Hələ ki 2 bizdə qalsın. Bura baxsaq, 12 çıxılsın, mənfi 1-i vursaq, mənfi 12 üzərinə gəlinsin 2x kvadratı 4-ə bərabərdir. 2x kvadratı bərabərdir 16-ya, x kvadratı 8-ə, x də plus minus kök altında 8 olacaq. İndi bunları götürəcəmi, götürməyəcəm. İndi diqqətlə bax. Mən bayaq bura nə yazmışam? Bu ifadə 0-dan böyük olmalı idi jx. Bunu sualın axırında görmək çətindir. Ən başda bunları yazsan, indi asan olacaq. Kök 8-i aparıb yerinə yazanda burada kök 8-in kvadratı 8 edir. 8 dəfədə 2, 16, 9-dan 16 çıxanda mənfi edir, amma cavabı müsbətdir. Demək ödəməyəcək. Mənfi kök 8 də qoysan ödəməyəcək. O zaman bir dənə kökümüz var. O da 2 olacaq. Bizə köklərin sayını soruşurdu bizdən. Düzgün cavabımız bir dənə. A-bən. Ümid edirəm qaranlıq qalan bir yer olmadı. Təyin oblastını içərisində yazanda bu başdakılara fikir vermək lazım idi. Vəssalam. 15 nömrəli sualda deyir ki,
aralığında təyin olunmuş funksiyası verilmişdir. Fx f tərsinə bərabərdir. Bayaq bunu 13 nömrəli sualda dedik. Əgər funksiya özünün tərsinə bərabərdirsə, fx x-ə bərabər olmalıdır. O zaman bizim bu x-imiz cavabımız olmalıdır. Yazıram x-in kubu üzərinə yazmışıq da. Hər tərəf x-ə bölsək, bax x kubu üstə gələk 2x kvadratı çıx x bərabər 0 yazaq. Hər tərəfi x-ə bölək. Unutma, bir də deyim, nəyisə ixtisar edəndə o sənin kökün sayılır. Hər tərəf x-ə böldüyüm üçün ixtisar etdiyimiz 0-a bərabər edirəm. X bərabər 0 oldu. Qaldı x kvadratı. Üstə gələk 2x çıx 1 bərabərdir 0-a. Düzdürmü? Düzdür. Bunun kökünü necə tapacaq? Mən bu üsuldan istifadə edirəm tapmaqda. Vurğuları ayırma üsulu ilə. Bax, hər zaman x-in önündə duranın yarısını götür. X üstə gələk 1-in mötərizə kvadratı. Niyə belə edirəm? Bax, x-in kvadratı açanda bunu var. Birinci ilə ikincinin hasili 2 misli var. Üstə gələk artıq 1 yaranır. Həmişə artıq burada duranın yaranıldığı üçün kvadratı. Hər zaman da burada duranın kvadratını çıxıram. Bir dənə bu misalla əlaqəsiz qıraqda 1-in yazım. Ürəyim rahat olmur nədənsə. Məsələn, bunu necə yığaram? X üstə gələk yarısını götür. 2-nin kvadratı. Hər zaman burada duran kvadratını çıx. Çünki o artıq yaranacaq. Üstə gələk 9-da yaza bilərsən. İndi mən bunu çıxdım. Bir də əlavə olaraq çıx 1 var. Bərabər edək 0-a. X üstə gələk 1-in kvadratı bərabərdir 2-yə. Nəyin kvadratı 2-dir? Kök 2-nin. Və yaxud da mənfi plus minus. Kök 2 ola bilər. Və yaxud da x üstə gələk 1 mənfi kök 2 ola bilər. X buradan kök 2 çıx 1-dir. X də buradan mənfi 1 çıx kök 2 olacaq. Mənə nə deyir tab? Tənliyi həll edin deyir. Bizim x-imizi verib özü. Deyir ki 0 müsbət sonsuzluq aralığında təyin olunub. X-imiz 0-dan böyük olmalıdır. Ona görə mənfi olanı götürməyəcəyik. Cavabımız kök 2 çıxılsın 1. Düzgün cavab B bəndi. 16 nömrəli suala gəlin bir yerdə baxaq. Fx funksiyasına görə x-imiz bir müsbət sonsuzluq aralığında təyin olunmuşdur. Burada deyir. Yəni x-imiz 1-dən böyük olmalıymış. Jx-ə də görə x-imiz 0-dan böyük olmalıdır. İndi içsə bir funksiya veribdir. J f3 verib. Biz f3'ü kənarda tapsaq, x-in yerinə 3 yazsam, 3 dəfə 3'üm 9 çıx k olarmı? Olar. İndi j f3-dürsə də jx-in qiyməti nədir? 2x kvadrat üstə gələk 4. Bu jx deyir ki, bu bizim jx-imizdir da. Bu jx deyir ki, x-im 0-dan böyük qiymətlər almalıdır. Və öz deyir. Yəni x-imiz 0-dan böyük qiymət almalıdır. Sən də x-in yerinə nə yazırsan? f3 yazırsan. Yəni sənin təyin oblastın artıq 2 f3-ün kvadrat üstə gələk 4 olduğundan sənin x-inin yerində f3 dayanıb. Yəni unutma, bu f3 0-dan böyük olmalıdır. Mütləq şəkildə. f3-ün də buradadır da. Yəni 9 çıxılsın k müsbət olmalıdır. K 9-dan kiçik olmalıdır. İlk öncə bunu nəzərdə saxla. Cavablarda məsələn 16 var. Bu tipli suallarda heç vaxt götürməyəcəm. Gəlin də bunu hesablayaq. F3-ün cavabı 9 çıxılsın k-dır. Silib yerinə 9 çıxılsın k yazıram. 2 gördüyüm yerə 10 yazsam 2 vurulsun 9 çıxaq k-nın kvadratı üstə gələk 4 bərabərdir 102-yə. Bunu hesablasaq 102-dən 4 çıxanda 98. 2-yə ixtisar aparsaq 49 qalar. 9 çıxaq k demək 7 imiş. 9 çıxaq k mənfi 7 ola bilər. K buradan 2-dir. K buradan 16 ola bilər. İndi sən hansını götürəcəksən? Bax, k 9-dan kiçik olduğu üçün 2-ni götürəcəm. Düzgün cavabım D bəndi. İncə sualdır. Mənə görə bu testi mən işləmişəm əvvəlcədən. Yəqin ki, mən də indi demirəm bu sualda. Ola bilər ki, səhvlərim olub. Yəni burada videoya baxanda nətər diqqət, yəni səhv yazı imtahanda səhv yazmamaq üçün bunları əvvəlcədən bilməliyik. Gəlin baxaq 17 nömrəli suala. Bizə sistem tənliyin içərisində bir funksiya verilibdir. 2 dənə funksiya verilib. Bizə tərsi haqqında məlumatı soruşur. Gəlin baxaq. F tərsi x
Birincini yazaq mı? Y bərabərdir 2x çıxılsın 2. Özüm y ilə yazdım. Fx ilə yazanda tərsini tapanda biraz çirkin görsənir. Tərsini tapanda x ilə y yerlərini dəyişirdi. Yəni x bərabərdir 2y çıxılsın 2. Daha sonra y tapsaq, y bərabərdir 2x üstə gəl 2 böl 2 olacaq. Bax bu birincinin tərsi. Yəni y bərabər, y-in yerinə tay fx yazıram. Fx bərabər, bunda variantlarda baxıram ki, 2-də 1 x kimi veriblər, ayrı-ayrı bölüblər. Bax bu şəkildə. Yəni eyni şeydir. 2-də 1 x üstə gələk 1. Bu birincinin deməli tərsidir. İkincinin tərsini tapası olsaq, y bərabər 2x üstə gələk 3-dür. Yerlərini dəyişsək bunların 2x bərabər y üstə gələk 3, daha sonra y tapsaq 2 çıxılsın 3 olacaq. Bu da ikincinin tərsi. f'2 2 çıxılsın 3. İstəyirsiniz bunu elə bunu bütöv yazaq. Buradakı kimi. F tərsi 2 bərabərdir bu şəkildə. Bunu da yazdıq. Daha sonra indi gəldik ən vacib yerə. Təyin oblasti məsələsinə. Normalda bizim funksiyamızda təyin oblasti 5-dən kiçikdir. Yəni x-imin dəyəri 5-dən kiçikdir. Düzdürmü? İndi biz nə etdik? Tərsini tapdıq. 2 ilə y yerini dəyişdi. Artıq bizim y-imiz 5-dən elə bil kiçikdir. Yəni y-imiz 5-dən böyükdür və yaxud da. O zaman y tamam x ilə y-in yerini dəyişdi, amma görsən yenə x yazdıq. Bu öz yerində. Bu bizim x-imiz idi, düzdürmü? Hər yanda x ilə y-in yerini dəyişdim. Burada dəyişmədim də. Bunları elə bil ki, bu şəkildə yazmalıyam. İndi mən tərsini tapdım. Bayaq nə yazdım? Y bərabər 2-də 1 x üstə gələk 1. Bunu yazdıq mı bayaq? İndi bunu 5-dən kiçik eləməliyik. 5-dən kiçik eləsək, olacaq 2-də 1 2x kiçik bərabər 4-dən, x də kiçik bərabərdir 8-dən. Bax, bizim bu x-imiz 8-dən kiçik olmalıdır. Digərinə gələsi olsaq, biz bayaq aldıq y bərabər 2 çıxılsın 3. İndi y-imiz 5-dən böyük olmalıdır. Yəni bu y-imiz 5-dən böyük olmalıdır. 2 8-dən böyük olmalıdır. Bax, bu şəkildə yazılmalıdır. Düzgün cavabımız ev əndə olacaq. 18 nömrəli sualda bayaqki suallara bənzəyir. İlk öncə gəl bu funksiyanın tərsini tapaq. Tərsini tapsaq olacaq f'(x). Y bərabər 2x üstə gələk 4-ün tərsi nəyə bərabərdir? X-dən y-in yerini dəyişsək, x bərabər 2y üstə gələk 4. Y də bərabərdir 2x çıxaq 4 bölü 2. Yəni 2-də 1 2 çıxılsın 2. Tərsini tapdıq. 2-də 1 2 çıxılsın 2 olacaq. X-imiz 6-dan kiçikdirmi? Kiçikdir. İndi tərsini tapanda nə edin? X-lə y-in yerini dəyişdin də bu şəkli saldın. İndi sənin y-in 6-dan kiçik olmalıdır. Yaxşı, bunu necə göstərim? Bizim indi burada tərsini tapanda y-imiz buradan yazsaq kiçik olmalıdır 6-dan. Tapdığımız bu cavabı 6-dan kiçik eləsəm 2-də 1 2 kiçik olacaq 8-dən. 2 də kiçik bərabər olacaq 16-dan. Demək bura yazacağım ki x-imiz kiçikdir 16-dan. Aydın oldu. İndi gəl o birisini yazaq. Bax. Deməli y bərabərdir 4x çıxılsın 4. Belə. Bu altdakını yazdım. Bunun tərsini tapası olsam 2x bərabərdir 4y çıxılsın 4 yazaram. Y də bərabər x üstə gələk 4 bölünsün 4. Yəni 4-də 1 2 üstə gələk 1. X-imiz 6-dan böyükdürsə bu səfər y-imizi 6-dan böyük edəcəm. Təyin oblasti ilə qiymətlər oblasti yer dəyişir. Y-imizi tapmışam, bunu 6-dan böyük edəcəm. 4-də 1 x böyükdür 5-dən. X də böyükdür 20-dən olacaq. Demək bu birisinin tərsi tapdıq. 4-də 1 2 üstə gələk 1. Təyin oblasti kimi də x-imiz 20-dən böyük olmalıdır. Vəssalam. Əsas məsələ bu idi. İndi bizə deyir tərsini tapandan sonra 10 yaz yerinə. İndi könül rahatlığı ilə bu səfər 10 ilə 24-ü hara yazacağımı bilirəm. Onu hara yazacağım? Bu mənim tərsimdə x-dir da. 16-dan kiçik olanın yerinə onu yazacağım. F10'u tapanda burada yerini yazacağım. Yox, 24'ü mü tapmaq istəyirəm? 20-dən böyük olanın yerini yazıb tapacağım. F10'un dəyəri 2-də 1 x çıxılsın 2-də onu yazsaq yerinə
10-dan 2 gedər, 5 qalar. 5-dən 2 çıxanda 3 qalacaq. 3 elədi. Üstə gəlsin. Gəldi o birisinə. F24-ü tapası olsa, x-in yerinə 24 yazanda 6, 6-ın üstünə də 1 gələndə 7 eləyəcək. Bunun da cavabı 7 elədi. Düzgün cavabımız 10 olacaq. Yəni A bəndi. Ümid edirəm hər hansı bir qaranlıq qalan yer olmadı. Gəlin baxaq 19 nömrəli sual. Bu sualda bizə funksiyanın qiymətlər çoxluğunu istəyir. Bərabərsizliyin, daha doğrusu bərabərlikdə kəsrin surət və məxrəcini hər tərəfini x-ə bölək. X-ə böldük. X-ə bölək. Buranda x-ə bölək. Oldu nə baş verdi? 10 bölünsün. 2x üstə gələk 1 bölü x oldu. Funksiyanın qiymətlər çoxluğunu istəyir. Aha. İndi qiymətlər çoxluğu y-in alacağı cavablardır. Bu 10 sabit bir ədəddir. Bizim cavabımızın dəyişməsi aşağıdakı ilə əlaqəlidir. X üzərinə gəlinsin x-də 1-in maksimum və yaxud da minimum nə dəyərlər alacağına gəlin baxaq. Burada hansı teoremdən istifadə edəcəm? Cauchy teoremindən istifadə edəcəm. Cauchy teoremi nədir bilməyənlər üçün deyim. A üzərinə gəlinsin B. Əgər ədədləri müsbətdirsə, 2 ədədin cəmi hər zaman böyük bərabər olur 2 kök altında bu ədədlərin hasilindən. Yox, ədədlərin cəmi mənfi edərsə, o zaman kiçik bərabər olur mənfi 2 kök altında bu ədədlərin hasilindən. İndi bu mənim birinci ədədim, bu mənim ikinci ədədim. Ədədlərimin müsbət mənfi olduğuna dair heç bir məlumatım yoxdur. Ancaq mən bu ədədlərin x-imin müsbət olduğunu düşünüb həll edəcəm. Müsbət olsa əgər bunlar böyük bərabər olacaq 2 kök altında bunların bir-birinə hasilindən. Bunlar gedəcək 2-dən böyük olacaq. Demək ki, bu ifadə ən kiçik 2 alacaq, ən böyük də Allah bilir. O zaman bu ifadəmi, bunu silən bax. Demək bu ifadəm ən kiçik 2 alsa, ən böyük müsbət sonsuzluq olsa, cavabım nətər olacaq? Ən kiçik 2 almaq demək, cavabımın ən böyük olmaq deməkdir. Yəni onu 2-yə bölsəm, maksimum 5 edəcək. Onu sonsuzluğa bölsəm, 0-a doğru gedəcəm də, təsəvvür elə 1000-ə bölürsən, trilyona bölürsən, heç nə qalmır. Amma 0 olmaz. 0-la 5 aralığında olacaq. Bu mənim birinci həll yolum. İkinci, bəlkə x-imiz mənfidir müəllim. O da ola bilər. X-imiz mənfi olarsa, dedim, düsturumuz bu şəkildə düşür. Mənfi 2 kök altında bu ədədlərin hasili. Bunlar gedər, mənfi 2-dən kiçiklər olacaq. Yəni bu cavabım 10 bölünsün, 2 üstə gələk x-də 1-im. Mənfi sonsuzluqdan mənfi 2-yə kimi cavablar alacaq. İndi diqqətlə bax. Onu onsuz da, məsələn, necə deyim, onu mənfi 2-yə böləndə neçə edəcək? Mənfi 5. İndi bu bizim böyük mi qiymətimizdir, kiçik mi qiymətimizdir? Bu bizim kiçik qiymətimizdir. Bayaqkına baxma. Bayaq 12-yə böldük 5. Bu bizim müsbət olduğu üçün müsbət yazdığım böyük qiymətimiz sayılır. İndi onu sən mənfi 2-yə böldün. Onu mənfi 2-yə bölmək böyük, kiçik qiymət verir. Yoxsa onu mənfi 1-ə bölmək. Bu mənfi 10 edəcək. Düzdürmü? Bir dəqiqə. Mənfi 2-nin solunda mənfi 1 yoxdur. Onu mənfi 5-ə böləkdə tutaq ki. Burada nə var? Mənfi 5 var. Onu mənfi 5-ə böləndə mənfi 2 edəcək. Onu mənfi 2-yə böləndə mənfi 5 edəcək. Qiymətim neynir? Arta gedir. Hətta istəyirsən burada mənfi 10 da var. Onu mənfi 10-a böləndə mənfi 1 edir. Fikir versən qiymətim arta gedir. Nəyə doğru gedir? 0-a doğru gedir. Ona görə demək mənfi 5-i mənim bu qoyduğum qiymət ən kiçik qiymətimdir. Yəni bu cavab ən kiçik mənfi 5 alacaq. Ən böyük də gedəcək 0-a çatacaq, amma 0-ı almayacaq. Bunu mən adam çaşır deyə mən də bu şəkildə yazıb səliqəli salıram ki, imtahanda bir dənə sualındır da 2 dəqiqə gez yazmağın ziyanı, zərəri yoxdur. Yəni bu cür olsa bu da düzdür. Müsbət olsa bu, mənfi də olsa bu hal düzdür. Hər iki halımız düz olduğu üçün olacaq cavabımız mənfi 5 ilə 0 arası birləşsin 0 ilə 5 arası olacaq D bəndi. Bu sual çətin sual getmir əslində. Bir dəfə baxdın, indi o birisini sən özün çox rahatlıqla yaza bilərsən.
Məsələn, baxaq 20 nömrəli suala. Bizə deyir fx bərabər 12x bölünsün 4x kvadrat üstə gələk 9. Ekstremum nöqtəsini tap. Ekstremum nöqtəsi deyilən zaman bunu belə də oxuya bilərsən. Ekstremum nöqtəsi, yəni sənə ən kiçik nöqtə, ən kiçik və yaxud da ən böyük nöqtə şəklində oxuya bilərsən. Əvvəlki suallarda dedim. Ekstremum nöqtəsi bax bu nöqtədir. Bir dənə funksiya çəkirəm özümdən uyduruq şəkildə. Bax bu bizim təpə nöqtəmiz olduğu üçün bunlara biz deyirik maksimum nöqtələr. Bunlara da deyirik minimum nöqtələr. Bunların hər biri bizə sayılır ekstremum nöqtəsi. Yəni səndən ekstremum nöqtəsini sorursam, bunu da tapsan sorun deyil. Bunu da tapsan sorun deyil. Yetər ki, ən böyük varsa, maksimumu varsa, maksimum nöqtəsini tap. Minimumu varsa, minimumu tap. Hər ikisi varsa, hər ikisini tap. Bunlar ekstremum sayılır. Yəni önəmli deyil ki, birini tapasan. Yəni hər ikisini tapasan daha doğrusu. İndi ekstremum nöqtəsi nədir? Qiyməti nədir? Ekstremum nöqtəsi bax x-in üzərində olan nöqtəyə sayılır. X-ə nə verdin ki, bu təpəciyə alınır? X-ə nə verdin ki, bu dib nöqtə alınır? Amma ekstremum qiyməti budur artıq cavabdır mənim. Yəni y-im nə alındı qiymətim? Burada ən kiçik nə aldı? Amma nöqtə nədir? X-ə nə verdin? Bax buna nöqtə deyirlər. Vaxtınızı aparmaq istəmirəm. Bunu bildiyimiz üçün artıq bizdən sualda soruşur ki, ekstremum nöqtələrinin hasilini tap. Mən artıq cavab yox, nöqtə tapdığımı, yəni ikiz tapdığımı bilməliyəm. Kəsrin surət və məxrəcini x-ə bölürük. Olacaq belə, 12 bölünsün 4x, x-ə böl 9 bölü x. Bunu da x-ə böldüm. Yaxşı, indi gəldik buna. Biz dedik ki, bayaqki sualda burada görəndə artıq uşaqlar kəsrin surət və məxrəcində bu cür ifadələr görəndə yadımıza salmalıyıq Koşi teoremini. Koşi teoreminə görə, niyə bunu Koşini yazacağım? Çünki Koşi teoreminə görə 2 ədədin cəmi böyük bərabər olur 2 kök altında bu ədədlərin hasilindən. Bu mənə cavabı verir. Görün bu ifadə, mən bizə nə yaxtarıram? Bu ifadə görüm ən kiçik nə alır və yaxud da ən böyük nə alır bu ifadə. X-imizin müsbət mənfi olduğuna dair məlumatımız olmadığı üçün x-i müsbət götürüb həll edək. Kənarda bunu həll edək. 4x üstə gələk 9 bölü 2. X-imiz müsbət olarsa böyük bərabər 2 kök altında bu ədədlərin hasilindən. 4x-i vuracam 9 bölü x-ə. Bunlar gedər 4 dəfə 9-u 36 böyük bərabər olar 12-dən. Yəni 12-dən müsbət sonsuzluğa. Demək ki, mənim bu ifadəm 12-dən müsbət sonsuzluğa cavab alacaq. Yəni ən kiçik 12 alacaq. İkiz müsbət olduğu şərti ilə. İndi tamam. Cavabım 12 alacaq. Yaxşı. Cavabım 12 alacaq. 12-ni də 12-yə böləndə 1 edəcək. Bu mənə maraqlı deyil. Mənə lazım idi ki, bu cavabım ən kiçik nə alır? 4x üstə gələk 9 bölü 2 demək 12 alarmış. Bu mənim ekstremum qiymətimdir. Amma nöqtəni soruşduğu üçün artıq mən bu tənliyi həll edəcəm. Hər tərəfi x-a vuranda 4x kvadratı çıx 12x üstə gələk 9 bərabər 0-a. Bu 2x çıxılsın 3-ün mötərizə kvadratının açılışıdır. Demək 2x-imiz 3-ə bərabərdir. X-imiz də 3 bölü 2-yə bərabər olacaq. İndi gəldik digər varianta. Əgər bu ədədlərin mənfi olarsa, bunlar mənfi olarsa, bayaq dedim, kiçik bərabər mənfi 2 kök altında bu ədədlərin hasilindən. Yenə bunlar gedər 36, 6 çıxar, kiçik bərabər olacaq mənfi 12-dən. Demək bu səfər ən böyük mənfi 12 alıram. Bu səfər ən böyük mənfi 12 alıramsa, 4x üstə gələk 9 bölü x-i mənfi 12-yə bərabər edəcəm. Hər tərəfi x-a vursam 4x kvadratı üstə gələk 12x üstə gələk hər tərəfi x-a vururam. 9 bərabər 0. Bu da 2x üstə gələk 3-ün mötərizə kvadratının açılışıdır. 2x mənfi 3-ə bərabərdir. X-im də mənfi 3 bölü 2-dir. Ekstremum nöqtəm burada var, ekstremum nöqtəm burada var. Hasillərini məndən istəyir. Cavabım mənfi 9 bölü 4 olacaq. Yəni A bəndi. Beləliklə test onun da izahını yekunlaşdırdıq. Ümid edirəm qaranlıq qalan nəsə olmadı. Hər hansı bir sualınız yaranarsa, izahda verdiyim, başa düşmədiyiniz
rəy bölməsində mütləq şəkildə bildirin. Sağ olun, salamat qalın. Allah'a emanet.